Salam aleyküm, vaxtınız xeyir olsun. Ben belə bax, burasına bax deyil. Göstərəcəm tamısı. Burasından bax, səsə. Bax, biz naziləşib, nazilə baxdı. Belə deyim sənə, bax. Belə şeylər vururlar. Yəni, sırf paketə vurmayıblar da, yəni baxın, görməsində. Yəni, o qədər önəm daşımır bunlar. Yəni, stiklə da bağlayırlar, o da su dəyən kimi şey olur. Ya kraska vurmaq lazımdır bunun üstünə, bolca ağ kraska. Ya da ofşun baxıb palçıqlamaq lazımdır. O anda biraz ömrü uzun olur. Patlama səbəbi altının düzlüydü, altı düz olmayıb yana bax. Belə şeylər verib. Qotqalar verib bax. Bu bura içərdi, bu bura yuxarıda, bura içərdi beləsinə. Bax nə dedim, bu buradan patlayır. İnşallah bir dənə bərpa edib tələb çəkərik. Bir daha vaxtınız xeyir olsun. Beləncədən, bax buradan patlamışdı, göstərəcəm utanmırsan. Biz sıx polietilən xamoldan istifadə eləmişik. Həm suyun təmizliyinə görə, həm də məhkəminə görə. İşə zəmanət olaraq 5 il veririk. Mesela bak balkona yedir, bir daha bırakmır. Yəni deyirəm, patlama səbəbi bakın altın düzlüyündəndir. Bax, həm də bax nazik baxdı. Ondan əlavə baxın altı düz olmasa, lap bax yaxşı baxdı olsa, qalın baxdı olsa, stenkası güclü də olsa, altı düz olmasa, bax yenə suyu vurub, belə deyim sənə, bir yerinə vurub çatdıb çıxaracaq çölə. Beləsinə, iştonluq su çənədir. Burada Məhəmmədidir. Oldu, xeyirli olsun, Allah xeyirli versin.